Allah sən and verirəm izzətüvə, cəlalıvə, kərəmüvə, rəhmətüvə, mərhəmətüvə, məhəbbətüvə. Müqəddəs zamanlara, müqəddəs məkanlara, bu gecənin hürmətinə, Ramazan ayının ehtiramına. Allahım ilk duamız İmam-ı Zaman ağamızın zuhurun təcil elə. Allahım bağışlamamış bizi bu dünyadan aparma. İmanla, təqva ilə yaşayıb, izzətlə bu dünyadan köçməyi bizlərə nəsib elə. Allah bizi dini və xadim olanlardan qərar ver. Bu az xidmətləri bizlərdən qəbul elə. Bu az xidmətlərə qane olanlardan bizləri qərar vermə. Allah, olar ki, xəbər göndərdilər. O bacı qardaşlarım məndən dua istədilər. İlah və Rəbb, xəstələri var, dərdləri var. Sən and verirəm izzət və cəlalıva, onların hacətlərini rəva elə. Xəstələrimizə tezliyinə şifaya acil inayət elə. Övladı olmayanlara övlad nəsib elə. Subaylarımıza gözəl ailə nəsib elə. Ailə müşkül olanların müşküllərin tezliyinə həll elə. Borcu olanların borcların verməkdə onlara yardımcı ol. Evsiz qardaşlarımıza ev nəsib elə. İşsiz qardaşlarımıza iş nəsib elə. Sıxıntılı olan möminlərimizə İmam Musa Kazım hörmətinə özlərinə fərəc, ailələrinə səbr bəxş elə. Allah, indi ekran qarşısında əyləşənlər var. Əllərin sənin dərgahına qaldırıblar. İlah və Rəbb, onların duaları onlardan qəbul elə. Bir yenə də 10-15 saniyə sizə vaxt ayırım. Ekran qarşısında əyləşən qardaş bacılarım, əlinizi qaldırın. İnşallah nə dualarınız var, keçirdim mən sizin üçün dua edeyim. Ya Rəbbəl aləmin. La və Rəbb, ya Rəbbəl aləmin. Və haqqı Fatıma təssər, və haqqı Fatıma təssər, və haqqı Fatıma təssər. Allah, bu hacətləri eşitdin, qəlbimizdə olanları dilimizə gətirdik, özündüyün istədik. Sən and verirəm izzət və bu hacətlərimizi tezliyinə rəva elə. Vətənin keşiyində olan əskər zabitlərimizi hifz elə. Şəhidlərimizi əhl-i beyt və qonaq qərar ver. Allahım, ya Rəbbəl aləmin, şəhidlərimizin yaxınları, ailələri, onların qəlblərinə hüzur və aramlıq nazil elə. Bu evlərdəki bizi dinlədilər, ya Rəbbəl aləm, bu evlərin abad elə. Onları bərəkətli qərar ver. İşğaldan azad olunmuş torpaqlarımızda əhl-i beyt məclisləri qurmağı, ibadət eləməyi bizlərə nəsib elə. Peyğəmbər və əhl-i beytinə salva zikirlə. Allahümmə sallallahu